Əziz izləyicilər, axşamınız xeyir olsun. Biz hal-hazırda Abşeron rayon İcra Hakimiyyətinin qarşısındayıq və vətəndaşlar bizə müraciət eləyərək bir qrup Xırdalan sakini bildirdilər ki, deməli onlarda evlərində problem yaranıb. Bugünkü bir neçə gündür artıq intensiv şəkildə yağan yağışlarla bağlı və dəfələrlə müraciət etmələrinə baxmayaraq bu narahatçılıq aradan qaldırılmır. Evini su basıb, şəraitimiz çox pis vəziyyətdədir. Amma nə gün deyil. Bax, yığılıb hər bir yana 5, bizim qapı dolu 5, cəmaatın 5-ini yığılır bizim qapıya. Kanalizasiyalar işləmir. Evlər hamısı su, nəm, nə içində uşaqlar, körpə uşaqlar qalmışıq belə küçədə. Belə şey olmaz. Bir köməklik eləsinlər, bir əlac eləsinlər bizə. Cəmaat yazıqdır, kasıb adamlar da hamısı. İmkan yoxdur. Müraciət etmisinizmi harasa bu məsələ ilə bağlı? Bəli, zəng eləyiblər bir neçə yerlərə. Fövqəladə Hallar Nazirliyinə zəng eləmişik. Şikayətimizə baxılmır. Yerli icra orqanlarından gəlib şəkil çəkib gediblər. Başqa heç bir şey olmur. Evlərə artıq bu birinci dəfə deyil. Artıq dəfələrlə olub. Evdə körpə uşaq, hamilə qadın, yaşlısı, qocası demədən bu problemlə üzləşirik. Dövlətimizdən kömək istəyirik. Bizim başqa istəyimiz yoxdur. Mənim evim səhər saat 10-da dizə kimi su vardı. Dizə kimi su idi. Mən uşaqları götürüb bacım yerə getirdim. Polu keçibdi. Polu keçibdi. Qardaş, polu dizə kimi su idi. Polu içində dizə kimi su idi. Qalxırdı su. Azərsudan yəni sizə Zəng yaxınlaşan... vurmuşam Ərzasuya, deyir ki, dəmin nasos yanıb, nə yanıbdı? Düzəliş gedir, güya bir-iki günə düzələcək. Hani bir-iki gün düzəlsin də heç nə düzəlmir. Əraziyə, bələdiyyə kimdir sizdə? Bələdiyyə yolu, mən Azərsuya zəng vurdum, Abşeron 342-11-29. Zəng vurmuşam ona, dedilər ki, hər yanda elədi. Bir dənə siz də ölsün. Deyirəm, mənim evim dizə kimi sudur, verdi adı boy. O suydu, o sel idi, bir sel geldi. Valla sel ile geldi cemaat, onun qabağında duran olsaydı onu aparardı. Belə də, nə bilim, bir əlac eləsin, nə bilim, köməklik eləsin. Hasarlarımız uçur, evimiz dağınıq vəziyyətdə, körpə uşağımız, qalmışıq bu şərait. Bizdən yuxarı tərəfdə özəl təşkilatlar var. Özəl təşkilatların həyətini su basır, oradan da basır evləri. Hasarlarımız uçur, zülmlə, zillətlə. Burada heç bir imkanlı ailə yoxdur. Burada hamısı az təminatlı ailələrdir, əziyyət çəkirlər. Evlər bərbat gündədir. 166'nın garajıdır, körpü binanın garajıdır. Onlar gəlib tikiləndən sonra ərazinin cəmaatı su basır. 30 ildə orada yaşayan ailələr belə bir müsibət görməmişdi. 2 gün yağış yağmayla o məhəllələr hamısı suyun içində qalır. Ümumiyyətlə orada təmir olunubmu yollar? Yol varmı? Kanalizasiya sistemi varmı? Kanalizasiya sistemi var, heç çəkilmir. Oradan axarı verilib bütün məhəllələrə basır. Daşı tökülüb evlərin içindən çıxır. Bir dəfə zəng eləmişik. Körpü binada maraqlanmır, 166'da maraqlanmır. O deyirmənlik deyil, bu deyirmənlikdir. Heç kim şikayətə baxmır. Əraziyə rəsmi qurumlardan hansı nümayəndələr yaxınlaşıb? İcraya da zəng olunub. Yox, zəng olunmaq yox. Kimlər mənim sualıma Bir dənə yaxınlaşan evlərdə yaşlı qadınlar, hamilə qadınlar qalmışdı. Bir dənə polis əməkdaşları gəldi, onları çıxartdı, çıxdı getdi. Polis əməkdaşı çıxarmadı, mən çıxartdım, belimdə çıxartdım, Yəni polis özü çəkdi. Yəni gələn orqanlardan bir dənə onlar gəlir. İcra hakimiyyətindən bir nümayəndə çəkib çıxıb gedir. yəni şəkillə çəkilib, hər hansı bir tədbir görülməyib. Ərazidə bələdiyyə sədri kimdir? İcra nümayəndəsi kimdir? Yüzünü görmüşük. Heç görməmiş. Gəlməyib əraziyə. Görməmişik. Onun yüzünü görməmişik, nə tanımırıq. Neçə ildir yaşayırsınız ərazidə? 30 ilə yaxın. Tanımırsınız ərazisini. Ünvanı deyə bilərsiniz? Ünvan Şirin müzeyi yüksəldi. Azmentoyin zavodun bu bir üzündə dəmir yolunu Ümumiyyətlə orada yaşadığınız müddətdə bələdiyyə əraziyə gəlməyib heç vaxt. Bələdiyyə ancaq kim ev tikirsə gəlib ondan pul alıp gedirlər. Ya bələdiyyə olsun, ya icra nümayəndəsi olsun, gəlib pulunu alıp gedirlər. Belə problemlər olanda da heç kimlə maraq. Gelen sel sularının hündürlüğü metre yarımdan yukarı sel suları gelir dayanmadan. Qabağına maşın keçsə aparasıdır, bak o gücdə gəlir. Yani akar su değil. Videolarda göstərir. Dağların suyu gelir, hamısı gelir o toşkadan geçir. Turbuya 150 turbuya yerleşen su değil.
en azı 1 metr hündürlükte olan borular koyulmalı. 1 metr diametre hündürlükte borular koyulmalı su geçsin. Bizim mahalleden ne Plastik qap pəncərə zavodu var. Həmin qap pəncərə zavodunun içinə su dolur. Oradan da basır evlərə. Hasarların hamısı qırılıb, dağılıb, tökülüb. Evlər pis vəziyyətdədir. Körpə uşaqlar, qadınlar, yəni aciz vəziyyətdə qalıb. Biz bilmirik indi bu gecə harda yataq qalır. Bax, səhər çəkmişəm. Bax, mənim həyətim sudur. Bax. Hamısı həyətim sudur. Baxın, bax. Bax, görürsünüz. Hamısı həyət, baca, hamısı suyun içində. Bax. Su var, ev suyun içindədir. Palça, xalça, palas, hamısı. Bax, bu mənim həyətimdir. Hamısı suyun içində. Səhər çəkmişəm hamısı. Vaxtında tədbir görülməsə bu boyda elə evlərə bax. ev var. Yəqin ki, başqa bir orqana gedib deməliyik dərdimizi. Kimə müraciət etmək Vaxtında istəyirsiniz? tədbir görülməlidir. Yəni ailə, uşaq hamısı çölə çıxa bilmir. Bu dəqiqə suyun içindədirlər. Hal-hazırda indi vəziyyət eynidir. Aidiyyatı orqanı icra hakimiyyətini bilib gəlmişik. Günü sabahdan bir tədbir görməlilər. Görülməsə başqa bir orqanlara deməli, prezidentə qədər O yazmalı. şirkətlərə müraciət eləsinlər. O suyu axarın verən, bizim məhəllələrə verən axarı hansı şirkətlərsə çağırsın, desin ki, bu klonun düzgün versin, cəmaata ziyan vurmasın. Hər evdə 2 dənə, 3 dənə körpə uşaq var. Sabahların vətənin üçün xidmətə çağıracaqlar. Ki, gəl ay bala, xidmət elə vətənə. Hansı sağlamlıqla gedəcək o uşaq vətənə xidmət edir. Suyun içində çürməliydi. Göstərin də bunu. Bax, Hamilə qadındır, həyətin birinci vəziyyəti mərtəbə budur. suyun içində hamilə qız qalmışıq çöllərdə bax. Qurban sənə. Bax bu vəziyyətdə. Burada insan yaşayarmı? Deyə zəng eləyirik. Yəni 10 gündür bax bu vəziyyətdir bizdə. Gələn yoxdur, maraqlanan yoxdur. Evimiz Canımızı zorla qurtarmışıq. Hə, Heç yəni. çöllərdə, o suyun içində çıxmışıq evlərdə körpə uşaqlarla. Valla 10 gündür mən yuxu nədir bilmirəm. İnan ki, bu gün o qoca kişi az qaldı lükün içinə düşək və çox pis vəziyyətdə idik, yəni onu zorla çıxartdıq oradan. Ümumiyyətlə bura gələrkən hər hansısa bir aidiyyatlı qurumla əlaqə saxlamısınızmı ki, biz gəlirik və yaxud da bura gələcəyik? Hər yerə zəng olunub. O deyir ora zəng eləyim, bu deyir bura zəng eləyim, maraqlanan yoxdur. Heç kim gəlmədi, o da zəng edir, hər yerə zəng edir, heç kəs gəlmədi. Vallahi nə vəziyyətdədir, bu dəqiqə bizim həyatdan bax, Rucanda sel gedir, yenə hələ bax yağış yoxdur. Nə boyutdan sel, kanalizasiyadan da daşıb gedir o yüzden. Bu vəziyyət. Bu vəziyyət. Maşınlar suyun içində qalmış görsəm. Valla ev suyun içində, maşın suyun içində, padval, toyuq cücəmiz qırılıb. Yəni təhlükəli bir vəziyyətdə. Araya çatdıra bilər fikirlər.